Şirbirin biz Azərbaycanlıların süfrə iftarlarında mühüm bir dənə qəzadır. Əvvəldə bir stəkan düyü ya aşlıq düyüsü ya İrani düyünənin nimdanəsi 3-4 dəfə yuvandan sonra 20 ilə 25 stəkan su izafə edərik, qoyarıq qazın üstünə aram hərarətdə geynər. Xoşhal olam ki, mənim kanalımı subscribe eləyəsiniz, məndən himayət eləyəsiniz. Geynağa gələndən sonra kəfin hətmən yığın ta şirbirincimizin rəngi kamilən ağ olsun. Biz məmulən şirbirinci qızılgül murabbası ilə meyl edərik. Büləmizə mühümdür ki, yazasınız, siz şirbirinci nə mənə ilə meyl eləsiniz. Bizim iftar süfrələrimizdə məmulən sup, şirbirinc, pənirlə səbzi, payı sabitləri vardır. Əgər məhəlli süt vursanız şirbirincizə, hər bir stəkana 1 kilo süt porçərbi məhəlli kafidir. Vəli əgər pastorizə və kəmçərb süt vurursunuz, hətmən bir dənə də xama gərək izafə edəsiniz. Sütü vurandan sonra təqribən 40 dəqiqə aram hərarətdə ba həm qeynəyəcəklər ki, bu şəklə düşsün. Qazı bağlayandan sonra bilafasilə şirbirincisi çəkməyin. Gərək qala qablamada biraz hərarətdən düşə. Ondan sonra qablarınıza çəkəsiniz. Əgər bu işi görürsəniz, şirbirincizin üzü heç vaxt nə qədər də qalsa yaxçəldə tərək vurmaz. Büləmizə yazın ki, siz iftar süfrələrinizə nə mənə qoyarsınız.